Ne diyor lan bu susturun şu. Bu qədər pulu olan adam həyatını qanlı oyunları dayandırmağa həsr edir. Otel alır, silahlar alır, adamlar tutur və adamlarına tapşırır ki, bu maketin realını tapsınlar. 3 il keçəndən sonra adam tapılır. Parkda şou göstərəndən sonra adam başa düşür ki, bunu izləyirlər və bu iki nəfəri tələyə salır. 21-ci əsrdə parkda bu yaşda qəzet oxuyan adam görsəydim, mən də şübhələnərdim. Şimdi bir oyun oynayacaksınız. Silahın içinə bir güllə qoyub oyunun qaydalarını izah edib tətiyi çəkir və burada da ölür. Ölme olasılığınız 6'da 1. Yaxşı, ölmür, amma ölə bilərdi. 456 adamı tapmaqdansa adam 456-nı tapır. İki mazokist kimin daha çox mazokist olduğunu öyrənmək üçün Rus ruletkası oynamağa başlayır. Yalnız bir neçə dəfə tətiyi çəkəndən sonra adam deyir ki, Şu bahsettiğiniz kişiyle tanışmak istiyorsanız eğer onun anahtarı cebimde. bu məlumatı alandan sonra belə 456 oynamağa davam eləyir. Əlindədir də silah. 2 dəfə dalbadal vur, ölsün də bu adam. Yaxşı, adam kartla bağlı sənə heç bir şey deməsəydi və ya demədən qabaq sən ölsəydin, onda nə olacaqdı? Sən neçə ildir nəyə görə mübarizə aparırdın? İndi burada təsadüfi şəkildə ölmək üçün 456-nı izləmək üçün dişinə çip qoyurlar. Adamlar yığılandan sonra gedirlər kartdakı ünvana. Bossla görüşən 456 deyir ki, mən bu oyunları dayandıracağam. Dişindəki çipə güvənən 456 deyir ki, məni oyuna atın və istədiyi olur.